Mən daha çox texniki tərəfini sevirəm. Çox əl-əlvan rənglər uşaqlara yaxşı təsir eləmir. Dizayner psixoloq olmalıdır. Müştərilər öz dizaynerlarına güvənməlidir. Mədinə, sizinlə bugün uşaqlı evlərin, ev heyvanları olan evlərin interyer dizaynından, eyni zamanda son illər təkrarlanan interyer dizaynından və digər məsələlərə toxunacağıq. Sizcə nəyə görə son vaxtlar bir-birinə oxşayan evlər çoxdur və siz bir interyer dizayner olaraq fərqlilik yaratmaq üçün nələr edirsiniz? Bəli, mən sizinlə razıyam. Bir-birinə oxşayan evlər indi çoxdur. Amma biz ilk öncə müştərinin özü ilə görüşürük, onunla tanış oluruq, onun həyat tərzini öyrənirik, nəyi sevir, nəyi sevmir, hansı rəngləri sevir, nə ilə məşğuldur, hobbiləri nədir və bunların hamısını bir yerə cəmləşdirəndə fərqli bir dizayn çıxır ortaya. Sırf onlara aid, onların ruhlarına, onların auralarına aid bir şey çıxır ortaya. Artıq mebellərdə istifadə olunanda çılçıraqlar olsun, dekorasiya olsun, bunları edəndə təkrarlamayanda fərqli bir şey çıxır ortaya. Yaxşı, bəs özünüz interyer dizayner olaraq necə düşünürsünüz? Təkrarlanan ev interyerləri ona görədirmi ki, ideya azdır, yoxsa sadəcə olaraq müştəri eyni bir şey istəyir, ona görədir? İdeya azlığı ola bilməz məncə, çünki özünü gəlişdirən dizayner hər zaman yeni tendensiyaları takib eləməlidir, marağında olmalıdır və hər zaman yeni bir ideya etmək olar və hər bir dizaynerin məncə öz dəstxətti də olmalıdır ki, ona uyğun bir dizayn olsun. Amma bir-birinə bənzəyən dizaynlarda bəzən müştərilərin özündə də səhv olur ki, hansısa dizayna baxırlar sosial mediada ki, əminəm mən bunu istəyirəm. Təkrar, yəni mənə bunu yarat. Bu yataq olsun, bu divar olsun, bu TV stand olsun və əfsuslar olsun ki, təkrarlanır. Bu kopyalanmaq kimi alınır və mən bunu sevmirəm. Sizcə nəyə görə son zamanlar neoklassik tərzə daha çox müraciət edirlər? Neoklassik tərz özü universal bir stildir və çox insanlar tərəfindən bəyənilir. Yüngüldür, həm də ki, yeni tendensiyalarla uyğun gəlir və uzun müddət öz praktikliyini itirməyəcək. Və hər bir büdcəyə uyğun gələn bir stildir. Orada istifadə olunan materialları biz hər bir büdcəyə uyğunlaşdıra bilirik. Çünki imitasiyalar da çoxdur. Mərmərin belə imitasiyasını tapıb istifadə edə bilirik. Çünki neoklassik stildə daha çox istifadə olunur natural materiallar. Ona görə həm bunu lüks səviyyəsində də eləmək olar, həm də ki, orta büdcəyə uyğun. Və indiki zamanda bunu tək evlərdə görə bilmərsiniz. Yəni siz bunu artıq restoranlarda, gözəllik mərkəzləri olsun, ofislər olsun, istifadə edirlər bu stili. Bəs interyer dizayner olmaq üçün bir insanın sahib ola biləcəyi keyfiyyətlərdən istərdim danışaq. Hansı keyfiyyətlərdir onlar? Mənim üçün ən birinci zövqdür və zövqü inkişaf etdirə bilmək. Zövqü inkişaf etdirə bilmək üçün də maraq olmalıdır. Maraq olmasa, yerində bu dizayner sayacaq yeniliklərə açıq olmaq lazımdır. İkinci, məntiqli panirovka eləmək. Bunun üçün güclü bir riyaziyyata sahib olmaq da lazım deyil. Sadəcə məntiqlə planirovkanı müştəriyə uyğun etmək lazımdır ki, hər bir evin büdcəsini istifadə etməyi praktik olsun. Sonra ünsiyyətçilik. Dizayner çox gözəl ünsiyyət bacarığı olmalıdır. Tək müştəri ilə deyil, bu briqadanı bir yerdə, komandanı bir yerdə tutmaq üçün böyük bir ünsiyyət bacarıqları olmalıdır. Çünki layihənin özü böyük bir prosesdir. Bunun həm vaxtını düzgün bölmək və özünü də nəzarət eləmək çox böyük bir maraq. Özünüz vizualizatorun işinə nə qədər müraciət edirsiniz? Bir vizualizatorun işi nə qədər önəmlidir? Vizualizatoru çox, yəni müraciətlərimiz çox olur vizualizatorlara. İndiki vaxtda vizualizasiyasız müştərilər qəbul etmirlər, yəni proyekti əksəriyyəti, çünki görmək istəyirlər ki, necə olacaq, sonda bunu mənə göstərin. Ona görə müraciət çox edirik. Bəs kifayət qədər varmı bizdə vizualizator? Peşəkar vizualizator. Bəli, peşəkar vizualizator. Peşəkar vizualizatorlarımız var. İşlədiyim uşaqlar da çox olubdur və gözəl işlərini ortaya çıxartmışıq. Olmayanlar da var. Sadəcə
Max proqramını öyrənib ancaq vizualizasiya edirlər, amma artıq sahəyə gedəndə, onları ora göndərəndə və yaxud da ki, iş zamanı, inşaat zamanı özlərini biraz itirirlər. Çünki əgər vizualizator seçirsə özünə həm vizualizator dizayner olmağı, onda onun peşəkar olmağı vacibdir. Dizayn tərəfini bilməyi çox vacibdir. Başqa tərzdə, yəni onun üçün də çətin olur və müştərinin də işi biraz ləngiyir, həm də düz getmir. Sizi bir interyer dizayner olaraq işin estetik tərəfi daha çox maraqlandırır, yoxsa onun texniki tərəfi? Mən daha çox texniki tərəfini sevirəm. Çünki texniki tərəf düz olmayanda onun heç bir estetik tərəfi qalmır. Onun altyapısı düzgün olmalıdır. Adicə divarda bir əyrilik birə səhəri gün estetik tərəfimizi poza bilər. Yəni mebeli biz o divara yerləşdirəndə artıq orada bir zazor mu olur, nəsə olur. Biz bunu düzgün şəkildə edə bilmirik. Və təzədən başa dönüb biz bu inşaatımızı başdan eləməyə məcburiyyətində qalırıq. Adicə bir spotun bir yeri dəyişəndə o birilərin hamısı qaçır. Molding olsun, birinin məsələn səhvi olanda o biriləri də təzədən düzəltmə məcburiyyətində qalırıq. Ona görə məncə mənim fikrimcə texnik tərəfi çox düzgün olmalıdır ki, estetikdə düz olsun və mənə daha çox maraqlıdır texniki tərəf. Gəlin ailə evlərindən danışaq, yəni ailəli evlərdən danışaq. Ümumiyyətlə bir evi ailələr üçün, ailə üçün daha da komfortlu etmək nə qədər asandır və bunun üçün nələr etmək lazımdır? Ailəli evləri başlayanda yenə də tanış oluruq insanlarla, uşaqları varsa əgər onların hobbiləri nədir, məşğuliyyətləri nədir, özlərinin və hər bir ailə üzvünə uyğun bir, əgər düzdür sahə də bizə imkan verirsə, onlara uyğun bir alanlar yaratmaq lazımdır. Tək yaşayan insanlarda isə bu onun özünə tək məxsus olan istəkləri, məşğuliyyətləri nəzərə alıb onlardan elə yola çıxır. Amma ailəli evlərdə bir dənə də məqam varsa, uşaqlar varsa təhlükəsizlikdir. Yəni elə materiallar istifadə olunmalıdır ki, uşaqlar üçün təhlükə yaratmasın. Mebellərin dəmirdən olmağı, paslanmazdan olmağı məsləhətdir ki, olmasın interyerdə və yaxud iti künclər və ailə evlərdə sahə biraz geniş olmalıdır ki, uşaqlar, çünki ailə evlərində oyun oynayırlar, vaxt keçirdirlər bərabər. Nə qədər geniş ərazi olsa o qədər yaxşıdır və funksional da olmalıdır. Təbii ki, qalan sahələrdə dolablarıdır, başqa mebellərdir falan, onları elə yerləşdirmək lazımdır ki, ortada qalan əşyalar qalmasın və böyük aksesuarlar istifadə olunmasa yaxşıdır ki, uşaqlar dəyməsin ona, üstünə düşə bilər. Belə bir məqamlar çox olur. Yaxşı bir hissəyə toxundunuz. Yəni ailəli evlərdə uşaqların oynaması üçün. Bəllidir ki, uzun illər əvvəl uşaqlar daha çox öz vaxtlarını çöldə keçirirdi, çöldə oynayırdılar. Çünki aktivdirlər ona görə. Amma indi bir qədər ailələr daha uşaqları evin içində saxlamağa meyillidirlər. Belə olduğu halda o uşağın aktivliyini rahat şəkildə çıxartması üçün, belə deyək, evdə dediyiniz ki, təhlükəsiz bir zona yaradılır, düzdürmü? Başqa nələr edirsiniz ki, uşaq evdə doğrudan da küçədə oynaya bildiyi kimi oynaya bilsin? Bəli, indiki zamanda işlədiyimiz binalarda görürük ki, sahələri yoxdur, oyun sahələri yoxdur uşaqlar üçün, çox balacadır. Amma bizim bütün gəncliyimiz, uşaqlığımız həyətdə keçibdir və enerjimizi elə çıxmışıq. Amma indi təklif eləyirəm ki, uşaqlı olan evlərdə düzdür, bəzən o təkliflərimiz qəbul olunmur, qorxurlar valideynlər. Bu dizayn vaxtı artıq düşünülməlidir ki, например, şvedski stenka olsun, İsveç divarı deyirlər. Onu elə yerləşdirmək lazımdır ki, kravatdan uzaq olsun, küncündən uzaq olsun, uşaq oradan yıxılıb dəyə bilər. Yəni ərazi biraz böyük olmalıdır ki, uşaq rahat orada sallansa mı, nəsə eləsə mi, yıxılsa kənar mebel falan olmasın ki, onu zədələyə bilər. Təbii ki, altında yumuşaq matlar olur. Yenə də qırağı falan olmalıdır, boş. Və bunu artıq dizayndan sonra
fikirlərinə gələndə ki, bunu biz uşaqlarımız üçün eləyək, artıq gec olur. Çünki yerləşdirmək biraz çətin olur. Ondan əlavə dırmanma divarları var, onları edirik. Sonra quru hovuzlar var, top hovuzları, sürüşkənlər. Düzdür, sahə əgər imkan verirsə, yəni minimumu verməyə çalışıram. Uşaqlı evlərdən danışdıqsa, istərdim rəng məsələsinə də toxunaq. Çünki bəllidir ki, oğlanlar üçün, qızlar üçün evdə ayrı-ayrı rəng seçimləri olur. Əvvəllər belə idi. İndi də mi yenə də oğlandırsa daha çox göy rənglərə, məsəl üçün mavi rəng seçilir, qızsa daha çox çəhrayı rəng seçilir, otağın rəngi. İndi də belədirmi? Yoxsa istər-istəməz tendensiya dəyişib? Tendensiya dəyişib, daha çox fikir verirəm ki, 5 tonlarına, belə daha çox pastel tonlarına müraciət edirlər. Çünki bu uşaq üçün də sakitçilik deməkdir, huzur deməkdir. Yəni çox əl-əlvan rənglər uşaqlara yaxşı təsir eləmir. Çünki orada onlar həm vaxt çox keçirdirlər, həm orada dərs çalışırlar. Ona görə bu rəngləri spakoyno seçmək lazımdır. Əgər yaşıldırsa, onun əlvan yaşıllını seçmirik. Onun daha biraz xaki tonlarına gedirik. Daha çox belə yumşaq olur. Amma yox, deyim ki, sırf göy çəhrayı yox, ondan çıxmışıq artıq. İstəyərdim verəcəyim bu suala, əgər təcrübənizdə belə bir hadisə olubsa, səmimi olaraq cavab verəsiniz. Evdə, ailəli evlərdə qadın-kişi arasında ən çox evin hansı hissəsi üstündə mübahisə düşür? Oy. Mübahisələrimiz çox olur, düzdür. Amma daha çox iş otağı, kişilər əgər sahə yenə də deyirəm, verirsə bizə icazə, onda biri iş otağı istəyir, biri qardirob otağı istəyir, onun üstündə müqayisələr olur aralarında. Belə hallarda mən biraz çəkilirəm qırağa, deyirəm, siz özünüz öz aranızda danışın, bir kompromisə gəlin, ondan sonra hansı daha vacibdirsə onu edək. Təbii ki, bəzən kompromis olmur. Artıq mən müdaxilə edirəm və nə vacibdir bunlar üçün onu deyirəm. Biraz da dizayner psixoloq olmalıdır ki, onlara bunu başa sala bilsin, düzgün çatdıra bilsin. Qardirob otağı məsələn qadınlar üçün həmişə çox vacibdir. Kişilər, например, qadın deyir ki, sən nə edirsən? Otağı, çalışma otağını. Sən onsuz da bütün gün oturursan bu tərəfdə. Yəni girməyəcəksən, onu istifadə eləməyəcəksən. Yox, sən bilmirsən, mən orada oturacağam. Və belə münaqişələr aralarında olur. Sonda təbii ki, kompromis olur. Çox stresli bir zamandır. Remont zamanı, yəni ailələr üçün doğrudan da bunu əvvəlcədən oturub danışmalıdırlar. Əvvəlcədən bir-birlərini başa düşməlidirlər. Öhdəliklər bölünməlidir. Kimə nə öhdəlik düşəcək, kim nə ilə məşğul olacaq, biri mebel seçəcək, biri ustalara nəzarət eləyəcək məsələn. Mən düzü dizayner əgər varsa işin içində, onun hər şeyi o eləyir. Amma bəzi müştərilərimiz var ki, onlar əllərindən buraxmırlar dizayn prosesini, özləri də iştirak eləmək istəyirlər. Ona görə ailələrə məsləhətim odur ki, əvvəlcədən bir-birləri ilə danışsınlar və bilsinlər ki, çox stresli bir zamandır və bunu ötüşdürmək lazımdır. Və həmçinin qadınlar tək qardirob otağı üçün deyil, mətbəx üçün də kifayət qədər çalışıb vuruşan olurlar. Bəs elə hallar olubmu ki, mətbəxin dizaynına kişi qarışır və kişi qarışarsa onda nə baş verər? Bəli, qarışdığı anlar olubdu. Məsələn, bir proyektimizdə var idi. Kişi istəyirdi mütləq orada olsun divan. Qadın istəmirdi. Deyirdi, yox, mən sənin yanında vaxt keçirmək istəyirəm. Mən o divanda oturmaq istəyirəm. O dedi, yox da sənin öz alanın var. Sən get orada, mənim mətbəximə dəymə. Mən burada istəyirəm stol olsun. Axırda düzdür kişi deyən oldu. Birinci proyektim idi ki, kişi deyən oldu. Çünki o divanı biz bir gün gəldi ki, gətirib elə inşaat zamanı qoyub ora ki, bu divan artıq alınıbdı, sənin qaçış yolun yoxdur. Yəni bilmirəm, xanımı da yəqin daha çox vaxt keçirmək istəyir. Orada uzanıb televizora baxmaq istəyir. Ona görə belə bir hərəkət olmuşdu. Amma kişilərə məsləhətim odur ki, lütfə çox qarışmasınlar kuxnaya. Çünki sonunda qadın qalib gəlir. Və daha çox qadının orada vaxt keçirdir. Düzdür, kişilərimiz var ki, kim ki yemək bişirməyi xoşlayır, zaman keçirməyi xoşlayır. Amma bu bir tək yaşayan insan deyil ki. Yəni tək kişi orada, o tək yaşayan bir insan olsaydı, onun üçün biz o mətbəxi düzənləyərdik. Amma burada daha çox qadın vaxt keçirdir. O istəyir ki, dolablarıdır, kuxnanın rəngidir, hər şeyi, komfortu onun özünə uyğun olsun.
Orada da yəni çözüm tapmaq olar, amma lütfü qarışmayın. Yaxşı, bəs onda kişi hansı, evin hansı hissəsinə qarışsa yaxşıdır? Kişi məncə daha çox inşaat hissələrində olsa yaxşıdır. Bəlkə bilmirəm, qadın olduğum üçün özüm də elə fikirləşirəm, amma valla bəzi ailələr var ki, onlar bir-biri ilə dil tapırlar, bir-birinə, yəni zövqləri, hər şeyləri uyğun düşür, bir gedirlər, yəni bir-birləri ilə razı gəlirlər. Amma kişi daha çox yəqin inşaat hissəsidir. Amma zövqlü kişilərimiz də çoxdur. Onlar da gözəl fikirlər deyirlər. Məncə birgə işləməlidirlər. Bir yaşayacaqlar axı. Bəs heç olubmu ki, ailə sizə müraciət edir və hər şeyi A-dan Z-yə qədər sizin öhdənizə buraxır, heç nəyə qarışmır? Təbii ki, elə proyektlərimiz çox olur. O açarlar təslim proyektlərimizdir. Xaricdə olan belə müştərilərimiz var ki, onlar orada otururlar. Burdan mən artıq hər şeylərini həll edirəm. Artıq evə girəndə evlərin təmizliyinə qədər hər şey hazır olub, əllərinə açarları veririk ki, hazırdır. Düzdür, bəzən elə müştəri olur ki, deyir, yox, mənə heç nə göndərmə, mən güvənirəm. Siz necə düzgün bilirsinizsə elə edin. Bəziləri isə istəyir ki, göndərək şəkilləri, seçdiyimiz. Daha çox mən amma göndərməyi, onlarla paralel işləməyi sevirəm ki, baxmayın, insandılar, yenə də onların bilməkləri daha yaxşıdır. Çünki onlar yaşayacaqlar o evdə və görsünlər, bilsinlər ki, hansı proses gedir, biz nəyi seçirik. Bəlkə nəsə bu mebelin nəyisə onun xoşuna gəlməyəcək və yaxud nəyisə əlavə edəcək ora. Onda daha gözəl bir nəticə çıxır ortaya. Siz güvən sözünü işlətdiniz. Sizcə bizim ailələr, yəni qadın və kişi təmir zamanı, dizayn zamanı ona görəmi çox qarışırlar, çünki güvənmirlər interyer dizaynerə? Yoxsa sadəcə olaraq bu bir mentalitet məsələsidir, yəni qarışmalıdırlar, hər şeyi özləri həll etmək istəyirlər. Güvən məsələsini istəyərəm bir qədər daha çox fikir verək. Mən deyərdim ki, bəzən bu xarakterdir daşı. Bu insanın öz keyfiyyətləridir ki, heç nəyə güvənmir, yox. Yəni hər şeyini özü etməyi sevir bu həyatda və bunu da kontrol şəklinə alır. Amma baxın, belə bu dəqiqə bura gəlməmişdən qabaq bir problemlə üzləşdim. Mən müştəriyə demişdim ki, koridor hissəsi idi. Orada arkanı əlavə eləməyək. Villa proyektindən gedirdi söhbət. Etdi. Çox qarışmadıq ki, istəyirsə edək. Amma mən bilirdim o onu sevməyəcək. Amma indi yolda gələndə artıq danışdı ki, sökək. Düz deyirdiniz. Yəni lütfü biz bunu eləməyərdik. Ona görə məncə müştərilər öz dizaynerlarına güvənməlidirlər. Çünki biz professional nöqtədən baxırıq da. Çox artıq biz bunu vizuallaşdırıb bilirik ki, gözümüzdə bu nə olacaq sonda. Yəni və mən psixologiyalarında artıq bilirəm, onları hiss eləyirəm və bilirəm ki, bu insan yüksək patoloqu sevir. Bunu indi salır, onu artıq salandan sonra görəcək, ay bastı buranı. Elə də oldu məsələn. Siz villa dediniz, yaxşı bir məqama toxunduq. Çox müşahidə eləmişik ki, villalarda elə yerlər təmir olunur ki, elə dizayn olunur ki, bəzən istifadəsiz qalır. Heç istifadə olunmur həmin o məkanlar, həmin o hissələr. Villanı daha da funksional etmək üçün nə etmək olar bəs? 4 mərtəbəli bir villanın üzərində çalışırıq bu dəqiqə. Orada məsələn yuxarı mərtəbəyə çox istədi müştəri salmaq sport otağını, bir dənə də böyük qardirob otağını. Sonra biraz peşman oldu ki, qalxmayacağıq biz ora. Yəni mənim üçün çətin olacaq ora qalxmaq, düşmək. Ona görə oranı deyir, gərək biz oranı bir mərtəbə kimi də istifadə eləyərdik spalni otaqları ilə. Kiçik bir mətbəxi olardı özünün ki, evdə məsələ 2 oğlu var. Hərəsi deyir evlənəndən sonra o mərtəbələri özlərinə bir ev kimi, yəni istirahət zamanı gələndə bizim yanımızda qalmağa, bir də oradan yuxarı düşməsinlər. Özlərinin öz mətbəxləri olsun, öz otaqları olsun, spalniyaları olsun, uşaqlarının otaqları olsun ki, mərtəbə istifadə olunsun. Bu onun artıq sonradan gələn ideyadan, bu gec idi. Birinci təklif eləyəndə istəmirlər və sonra artıq dəyişmək Molly lazım olanda gec olur. İdi şurada Molly. Elə Molly'nin adını çəkmişkən, bəlkə elə ev heyvanları ilə olan mövzunu davam etdirək. Ümumiyyətlə, təbii ki, indi ev heyvanlarına maraq çoxdur. Kifayət qədər ev heyvanı olan insanlar var, istər pişik olsun, istər it olsun. Bəs elə olduğu halda bir ailənin əgər ev heyvanı varsa, onun evinin interyer dizaynında nələri edirsiniz ki, həm də ev heyvanı üçün də rahat olsun?
Bu dörd ayaqlılar uşaq kimi bir şeydir. Yəni onlar onlar üçün də oradan da komfortlu bir zona eləmək lazımdır. Birinci ev heyvanını evə gətirəndə müşahidə eləmək lazımdır ki, o harda daha çox vaxt keçirir, harda uzanır, dincəlir və orada artıq onun üçün o yatağını, yastığını düzəltmək. Hansısa itlər var ki, onlar ev formasında sevirlər olsun yataq yerləri. Onu da dizayna uyğun eləmək olar. Nəpəmə divanımızın abivkasına uyğun döşəyini eləmək olar, rənglərinə uyğun. Sonra yemək zonasını mətbəxdə və yaxud bağlı balkonunuz varsa orada yerləşdirmək. Altına mütləq rezin mat eləmək lazımdır. Çünki uşaqlı da ev olsa falan orada suyu baxmayın içir, nəpəmə dağılır, parketin üzərində düşür. Parketin üzərindədirsə bu parket artıq su hər dəfə töküləndə şişə bilər. Ona görə onu da eləmək lazımdır ki, düzgün olsun. Bəzən şkafların, dolabların içində eləyirlər bu yemək yerlərini. O da çox rahat bir şeydir. Uşaqlı evlərdə məsələn, uşaq iməkləyir, gəzir. Onların marağı var. Mənim uşağım özü də marağı var idi ki, o itin yeməyini ağzına almaq istəyir. Bu təhlükəlidir. Ona görə lütfen onu dolabın içində eləmək. Lazım olanda onu açmaq. Amma suyu təbii ki, həmişə açıqda qalmalıdır itin. Yeməyini biz saatla versək də. Gigiyenik tərəfi var. Hamamlarda artıq bir yer güşə eləmək lazımdır ki, ora getsinlər. Elə itlər var ki, evdə, yəni vaxt olmur çıxartmağa ev yəsini. Onların evdə bir artıq alanlar olmalıdır. Ora kara getsinlər. Pişiklərin də həmçinin. Balıqlardırsa onların akvariumları, interyerə qəşəng onları vpisat eləmək olar. Gözəl işıqlandırması ilə falan. Bir proyektimizdə alçıpan divarın içində idi. Çox gözəl idi və içinə meduzaları buraxdılar. Sonra çox gözəl bir şey alınmışdı. Yəni elə müştərilər var ki, məsələn, müraciət edərkən əgər ev heyvanı varsa, sırf onun üçün, komfort yaratmaq üçün müəyyən bir nələrisə çıxardır və yaxud da nələrisə əlavə edir. Bəli, var. Onlar deyirlər əvvəlcədən mənim bu cür balıqlarım var məsələn. Mən onlar üçün bir güşə istəyirəm ki, elə olsun ki, həm evin dizaynına da uyğun gəlsin. O alçıpanlı divarı dediyim içində yerləşdirdiyimiz o akvarium, elə bir otağı 2 yerə bölürdü. Arxası bar zonası idi. Çox gözəl görsənirdi. Bu tərəfi isə qonaq otağın hissəsinə düşürdü. Hər iki tərəf onu görürdü. Barda oturanda da onu görürdün, bu tərəfdə də. Bunda belə çıxır ki, evdə fərqi yoxdur. Canlı, yəni böyük, balaca uşaq olsun, böyük adam olsun, ev heyvanı olsun. Ev hamı üçün rahat olmalıdır. Bəli, təbii ki. Təbii ki.